əksər söhbətlərimizdə, müsahibələrimizdə vurğuluyuram ki, İlham Əliyev nə qədər Azərbaycanda hakimiyyətdə qalır, ölkədəki sosial problemlər, iqtisadi problemlər öz həllini tapmayacaq. Ölkə ildən ilə, aydan aya geri gedəcək. Və bu mənim İlham Əliyevə şəxsi münasibətimlə bağlı deyil. Burada heç bir qərəz plan yox. Mən sadəcə reallıqları sizə danışıram, əziz həmvətənlər. Uzun illər ərzində ölkədəki avtoritar rejim qurduğu korrupsiya və monopoliya sistemi ilə real iqtisadiyyatı faktiki məhv edir. Demək olar ki, bunların nəzarətində olmayan, bunlarla şərik olmayan, heç kimin ciddi bir bizneslə məşğul olmaq imkanı yoxdur ölkədə. Ona görə də birinci bu səbəbdən ölkədə neftdən, qazdan kənar real iqtisadiyyat yaranmır. Nə qədər bu barədə çox danışsalar da, bu deyirlər, ay diversifikasiya edirik, şaxələndiririk iqtisadiyyatı. Özləri hansısa bir zavodu tikirlər və bunun adını qoyurlar iqtisadiyyatın şaxələndirilməsi. Amma özlərindən kənarda o məhdud bir qrup var. Belə deyək də, Azərbaycanda bizneslə məşğul olmağa icazəsi, lisenziyası olan məhdud bir qrupdur, oliqarxiya qrupudur. O qrup nə qədər onların imkanları çatırsa, nə qədər bacarıqları çatırsa, onların imkanları var. Zavod, fabrik, holding, otel, turizm mərkəzi və s. onlar tikirlər. Amma 10 milyonluq ölkədə, əgər bu ölkə vətəndaşlarının 9 milyon yarımının azı əhli qolu bağlıdırsa, təşəbbüs imkanı yoxdursa, özünü reallaşdırma imkanı yoxdursa, əlbəttə ki, ölkə iqtisadiyyatı inkişaf edə bilməz. Deməli, ölkə iqtisadiyyatı asılıdır. Nədən? Nefti, qazı satmaqdan. Neft, qaz satılır, böyük miqdarda pul gəlir, o pulun müəyyən bir hissəsi ilə gördüyünüz işlər görülür, müəyyən tikinti, abadlıq işləri, maaşlar, pensiyalar, böyük bir hissəsi də korrupsiya yolu ilə ölkədən çıxarılır. Bax, Azərbaycan iqtisadiyyatı bundan ibarət. İndi son vaxtlar bu sistem artıq işləyə bilmir. Niyə görə işləyə bilmir? Ona görə ki, vurğulamışıq, bir daha deyək. Azərbaycanın neft istehsalı ildən ilə azalır və bu belə də davam edəcək. Üstəlik, son bir ildə qiymətlər də düşməyə başlayıb və ehtimal olunur ki, bu da ən azı bir neçə il belə davam edəcək. Beləliklə, neft gəlirləri azalır, amma Azərbaycanda axı elə bir hökumət yoxdur ki, o real iqtisadiyyat yaratsın, rəqabət mühiti yaratsın, real iqtisadiyyatdan real vergilər toplansın. Bax, bu səbəblərdən deməli, ölkə iqtisadiyyatında gerçək bir geriləmə var. Və bu da büdcə toplanışlarına təsir göstərir. Ona görə də Azərbaycan hakimiyyəti bu saat İlham Əliyevin iqtisadi komandası ancaq bu işlə məşğuldur. Deməli, müəyyən bir müddətdən bir fırlanırlar, qiymətləri artırırlar. İndi başa düşürlər ki, daha bunu hər ay, hər 2 aydan bir eləmək olmaz. Ona görə də növbə ilə bu günləri qazı qaldırırlar qiymətin, sabahları bir həftədən, bir aydan sonra suyun, kanalizasiya xidmətlərinin, elektrik enerjisinin, istilik xidmətlərinin qiymətlərini qaldırırlar, dərmanın qiymətini qaldırırlar, nəqliyyatda gediş haqqını qaldırırlar, internet qiymətlərini, telefon qiymətlərini qaldırırlar. Ağıllarına nə gəlirsə. Ərzalın qiyməti isə bütün ilin 12 ay artır. O, xüsusi qərara bağlı deyil. Onu demək olar ki, ərzaq qiymətləridir, elektrik məhsullarıdır, xaricdən gətirilən mallardır. Niyə görə? Çünki gömrükdə soyurlar insanları, onlar da hamısı o qiymətləri əlavə edirlər məhsulların üzərinə. Beləliklə, Azərbaycanda davamlı şəkildə bütün il boyu, ilin 12 ayı ərzində qiymət artımı müşahidə olunur. Və bu proses çox təəssüf ki, davam edir.